Deməli yoldaşlar, Suraxanda iş var. Suraxanda iş var. Gecə növbəsidir. Qablaşdırıcı paketləyici işidir. Ən azı 18 yaşınız olmalıdır. Bəysinizsə 18-30, xanımsınızsa 35-40 yaşlı olmalısınız. Deməli, yeni Suraxandadır. 450 manatdır, amma arta bilən maaşdır. Oturaq işdir. Təcrübəyə də ehtiyac yoxdur, işi də öyrədirlər. Nə iş görürsünüz? İstehsal olunmuş hazır məhsulu qablaşdırıb paketləyirsiniz. Deməli, gecə növbəsi olan bir işdir yoldaşlar. Axşam saat 7-dən səhər 8-ə kimidir, amması var. Belə ki, gecə saat 1, 2, 3, 4-ə qədər fasilədir yoldaşlar. Yəni, təxminən 4 saat yata bilərsiniz, belə desək. Bu işə müraciət edə bilərsiniz. Bu demək deyil ki, Suraxanda olan iş budur. Xeyr, nisbətən uyğun olan, çoxunuzun əgər daha az şərtli olan iş belə deyək. Budur deyən mən sizin bunu bildirdim. Bu işə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iştirak müalicəsini çəkirsə və yaxud da Suraxanda olan digər işlərlə də tanış olmaq istəyirsə, əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi, yoldaşlar, siz bu videonu YouTube-da görürsünüzsə, videonun adında qeyd olunubdur. Yox, əgər siz bu videonu TikTok-da görürsünüzsə, o zaman Toğrul Əcəb sözünə toxunun, kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.